Salam, hər vaxtınız xeyir. Videoya başlamadan əvvəl rəyləriniz və dəstəyiniz üçün təşəkkür edirəm. Mən Lalə Novruzova yenidən görüşünüzə gəlmişəm. Bugün mən Incruzis'in yubileyindən danışmaq istəyirəm. Daha əvvəlki videomda bildirdiyim kimi Incruzis Amerika Beynəlxalq Səyahətçilər Klubudur və bu yaxınlarda 10 yaşımızı qeyd etdik. Yubiley münasibəti ilə şirkətimiz tərəfdaşları üçün müsabiqə elan etdi. Bu müsabiqəyə dünyanın dörd bir yanından qoşuldular. Müsabiqədə bir daha aydın oldu ki, Incruzis təkcə bir platforma deyil, həm də 200 ölkəni birləşdirən böyük bir dünyadır. 1000 kayuta, 1000 qalib və onların sevdikləri ilə birlikdə tamamilə ödənişsiz bir səyahət. Bu sadəcə bir hədiyyə yox, görünməmiş bir addımdır. Belə bir addım 2000 insan için unutulmaz oldu. Artık ilk группумuz саяхаттадыр. Уважаемые партнеры Incruzis, сегодня 15 января, и мы находимся на острове Сирбаньяс, где мы отмечаем 10-летний юбилей на этом лайнере MSC Юрибия. Мы отмечаем наш 10-летний юбилей, 400 партнеров, и мы все вместе одна семья Incruzis. С днем рождения! Incruzis şirkətinin bu səxavəti məhz onun böyüklüyünü, möhtəşəmliyini və əzəmətini göstərir. Mən bu böyük Incruzis ailəsinin üzvü, tərəfdaşı olduğum üçün çox xoşbəxtəm. Yubileyin önəmli anlarından biri şirkətin qurucusu Michael Hutchison'ın çıxışı idi. O öz çıxışında belə dedi: şirkət hələ yaranmadan əvvəl, adı tanınmadan, mərhələlərdən, səyahətlərdən əvvəl bir an var idi. Mən məhsula aşiq olmadım. Mən sənayeyə aşiq olmadım. Mən bir ideyaya aşiq oldum. Elə bir ideya ki, o canlı və real idi. Məndən bütün qüvvəmi tələb edirdi. O ideyanın qığılcımı Dubayda yarandı. Mən orada başa düşdüm ki, bu səyahət sadəcə səfər ola bilməz. O həm də liderləri formalaşdıra, münasibətləri inkişaf etdirə bilər. İnsanlara xidmət edərək onlara sevinç bəxş edə bilər. Heç bir yol xəritəsi də yox idi. Heç bir zəmanət də yox idi. Yalnız bir şey bilirdim. Bu yoldan geri çəkilməyəcəm. Ona görə də irəlilədim. Tanıdığım hər kəsə dərhal zəng etdim. Bəziləri yerindəcə inandı. Bəzilərinə zaman lazım oldu. Bəziləri isə bu işin heç vaxt alınmayacağını söylədilər. Amma sən özündə böyük bir güc, inam hiss edəndə heç kimin icazəsini gözləmirsən. Məqsədə doğru inamla addımlayırsan. 10 il sonra bu hələ də tükənməyən bir sevgi hekayəsidir. Çətinliklərə baxmayaraq yolunu davam edən insanların hekayəsidir. Bu yol mücərrəd olsa belə inananların hekayəsi. Bu yol etibar üzərində qurulmuş və ürəkdən yazılmış bir hekayədir. İlk gündən bu yolda bizə qoşulanlara və bugünə qədər bizimlə addımlayanlara öz təşəkkürümü bildirirəm. Bu sadəcə bir yubiley deyil. Bu əzmkarlıq, inam və bağlılıqla dəstəklənən bir ideyanın həyatları dəyişə biləcəyinin bir təcahürüdür. 10 illik yubileyin mübarək Incruzis. Bu elə bir duyğudur ki, onu yalnız yaşayaraq hiss etmək olar. Mən əminəm ki, bu hissləri yaşamaq istəyənlər aramızda çoxdur. Əgər bu dəyərlər sizin ürəyinizdədirsə, deməli yolumuz eynidir. Gəlin birlikdə addımlayaq. Fikirlərinizi rəylərə və Instagram ünvanıma yaza bilərsiniz.